Təmizlik, tələsmə. Bax, asla sümüklərdə onu çıxartmırsan, indi qalxız. Qart oradan çıxar. Sındırmışdım. Siyo, qəşəng göstərin, təqdim edin, necə elədin? İndi balığı göstər ki, necə səliqəli elədin. Həqiqətən səliqəli çıxdı ya. Qəşəng elədin, bir də belə yaxşıdır. Yaxşıdır, indi qənaət bəxşdir, baxaq. Sən də qəşəng elədin. Söz sadəcə burada bu qırmızıları birinci təmizləmək lazım idi. Yəni 2 dəfə mən dedim, amma biraz yox, o təmizləməli ki, onun o qırmızısı balığı belə çirkli eləməsin. Dadını pozmaz. Ətinə girməsin. İndi biz bunları bir dənə qəşəng suya axışdıracağıq, sonra tam fileyə ayıracağım onu. Tam file olacaq ki, biz onu qızardaq, sonra sousunu vuraq, suslu sousunu, sonra lavaşa bükürük, tezədən qızardırıq, sonra qəşəng yanına mix salat eləyirik, nuş eləyirsiniz. Mənim o öz xüsusi salatı var, sousu var. Bəli. Onun xüsusi sousu var, onu da deməyəcəyəm. Amma sizə göstərəcəyəm. Qalmayacaq. Hələ göstərsən bilərik. İndi bir dənə keçək bunları yuyaq. Ümumiyyətcə yenə də deyirəm, evdə də qızardanda balığı duzlu yoxdur, vurdıq, bu hissəsinə azca un səpirik, onu belə yapışdırmırıq. Sonra tavaya yağ əlavə eləmişik, birinci o unlu hissəsini qoyuruq tavaya, yəni isti tavaya, lap qaynardır. Qoyduq, asla orası çox asla da qoymuruq ki, farel balığı didilir. Qızardı, bu hissəsinə un vurmuruq. Çeviririk bu hissəsindən. Bu hissəsi də qəşəng, xırçıldayan qızarır. Çünki balığın dərisi qalın olduğuna görə bunun biraz bərk olur. Çox adam farelin dərisini yemir. Amma qəşəng qızarıb, xırçıldayanda nuş edir. Müəlliməm, o çox yerlərdə o balığın dərisini soya batırlar. İri balıq olanda. Biz balaca balıqda soya bilməliyik bu didilər. İri balığı soyurlar, 2 tərəfində unlayırlar soyandan sonra. Məsələn, o olar, məsələn, 2 kilo yarımlıq, 3 kilo fareldə olar, sazanda olar, məsələn üçün. Amma kefalda, kitümdə olar. Amma bu balaca fareldə sən o dərisini soya bilməzsən. Yəni bizə sömqada olar böyük o. Ancaq manqalda pişəndə unlamırlar. Yox. Duru yağını vurursan. Duru yağ vurursan. Çünki duru yağı vurursan ki, setkəyə yapışmaz. Setkəyə yapışmasın. Közdə yəni. Tavada olanda vururlar onunla. İndi mən bunu yuyum, bunlara su axışdıraq. Gələk qalın işi. Atıram zibil qabına.